2009-cu il martın 4-də Cəlilabad rayonunun Göytəpə şəhərindəki evlərdən birində qətlə yetilmiş 72 yaşlı Həmdulla və 58 yaşlı Xədicə Ağayevların meyitləri aşkar olunur. Hadisə yerinin ilkin baxışı göstərir ki, ərlə arvadın ölümü evin qarəti ilə əlaqədardır. İş üzrə müayinə aparan məhkəmə tibb eksperti mərhumların balta ilə yetirilmiş xəsarətlərdən keçinməsini qeyd edir. Göytəpə şəhər polis bölməsinə daxil olmuş məlumatla əlaqədar əməliyyatçılar şəhərin Hüseynov küçəsi 15 ünvanda yerləşən bir mərtəbəli yaşayış evinə baxış keçiriblər. Eyvandan otağa daxil olarkən içəridə ev yiyəsi Həmdulla Ağayevin və yoldaşı Xədicənin meyitləri aşkar edilib. Onların arasında sarı dəstəkli bıçaq tapılıb. Alət digər oxşar bıçaqlarla birlikdə tanınma üçün mərhumların qızı Elnarəyə təqdim edilərkən, sonuncu əlamətlərinə görə həmin bıçağı tanıyaraq onun atasına məxsus olduğunu və həmişə otağında saxladığını göstərib. Faktla əlaqədar Cəlilabad rayon prokurorluğunda cinayət işi qaldırılıb. Keçirilmiş tibbi ekspertizanın rəyinə əsasən Həmdulla Ağayevin ölümünə boynun ön səthində sağ yuxu arteriyanın və ciyəri zədələyən döş boşluğuna keçən deşilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qan itirmə səbəb olub. Onun yoldaşı Xədicədə qarın və döş boşluğunu ürəyi zədələyən xəsarətlər aşkar edilib. Yara kanallarının istiqaməti yuxarıdan aşağıya və arxadan önə olub. İş üzrə müvafiq əməliyyat axtarış tədbirləri keçirilib və son nəticədə bir aydan sonra həmin cinayətin Göytəpə şəhərində yaşayan İbrahim Cəfərovun kürəkəni 1971-ci il təvəllüdlü İlqar Məmmədov tərəfindən törədildiyi müəyyən edilib. Belə ki, aprelin 16-sında Göytəpə şəhəri Qurtuluş küçəsində Vəfa Cəfərovanın kirayədə yaşadığı evə pəncərədən keçməklə onun 200 manat və qızıl əşyalarının naməlum şəxs tərəfindən oğurlandığı barədə bölməyə məlumat daxil olub. Bununla əlaqədar Cəlilabad rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177-ci oğurluq maddəsi ilə istintaq başlayıb. O hadisəni əməliyyatçılar araşdırarkən oğurluq baş verən evin İlqar Məmmədovun bacısı Təranə Cəfərovaya məxsus olduğu, sonuncunun öz evini Vəfa Cəfərovaya kirayə verdiyi məlum olub. İlqar Məmmədovun aprelin 15-i və 16-sında sərxoş halda həmin ərazidə dolanmaqla özünü şübhəli aparması və sözü gedən oğurluğa aidiyyəti olması haqqında məlumat alınıb. Məmmədovun Bakıda kirayədə yaşayan anasının yanında qaldığı müəyyən edildikdən sonra aprelin 26-sında polis əməkdaşları onu tutaraq Göytəpə şəhər polis bölməsinə gətiriblər. Onunla aparılan söhbət zamanı şübhəli şəxs ailəsində olan problemlərə görə son vaxtlar spirtli içkilər qəbul etdiyini və sərxoş halda Vəfa adlı qadının evindən oğurluq etdiyini bildirib. Bununla yanaşı, o martın 4-ünə keçən gecə Göytəpə şəhərinə gəldiyini, lakin qalmağa yeri olmadığından və bərk sərxoş olduğu üçün tanımadığı bir evə girdiyini etiraf edib. Onun sözlərinə görə bu zaman ev yiyəsi olan qoca bir kişi və arvadı onun üstünə hücum ediblər və nəticədə İlqar Məmmədov həmin şəxsləri bıçaqla vurub, öldürüb. Biraz elə-belə baxdım o yana bir yana, yəni tanış gəlmir də mənə ki, mən hara gəlmişəm. Beynimdə var, hökman nəsə eləməliyim. Tutur da, damarım tutur. Mesela əlimi atdım, qapını açmağa. Kiliti zadda yox idi, onu da deyəm. Elə açdım ki, onun çəminin başlığında onun necə açmağın üsulu var. Qapını açdım. Bu qapı açıldı da qaldı. Söyüdü, cumdu üstümə, cumanda mən əlimi atdım. Qoluna belə əlimi atanda belə fırlayanda elə bir ki, bıçağı fırlayanda bu isə özü məndən zarov idi, onu da bildim ki, qolunun gücündən bilirlər ki, boy cəhətdən mənim buramdan alırsa gələr. Tanımadım bu yerdə, tanımadım belə mənlərlə, amma mən müdafiə eləməliyəm. Çünki ya bu məni öldürməlidir, ya mən var. Jüfsiyada üstü açıldı, bu oğurluğun üstü açıldı. Yəni, həmin də davam edə bilməyəcəm də bu oğurluqlar. Burada qutardı, kitabım var. Mən ondan sonra elədim, ondan sonra 2-3 elədim. Böyle kişi ilə mən süpürləşdi, qolumda var da, bıçağın izi də var, onun çəkdiyi bıçağı var. Öz bıçağı ilə, mən də yıxıldım, o da yenə durduq, bıçağı nətər bir təhər aldım, mən nədir. Bilmədim harasını alırlar, nə vururam da, o məqsəd yox idi də, mən də o idi ki, bunu vururam, ya ölsün, yəni ölsün. Bir də o təsir, aranın təsiri, əsəb bir yandan üstü açılır da, o vurur ona. Mesela kişi dəydiyi. Kişi dəydiyi bu momentdə elə bir ki, o birisi qapıdan kimsə qaça-qaça gəlir, söyə-söyə gəlir. Kişi də qışqırır da səsini, ani çəkdi, bəlkə də nə bilim, nə qədər çəkmədi. Mənim fikrimcə, yəni elə bir şey ola bilər.
kimsə eşidə bilərdi o nə deyir. Bu arvad gəlib yaxınlaşan kimi dedim bir qadın deyirlər. Deyirlər, baxmadım. Amma onu bilirəm ki, bir yapışdı buradan. Risk belədir, kimsə yapışdı buradan. Bir də var ya, əlinizdə var. Yəni, baxdılar, gördülər, sübutlar var. Sonra bıçaq o kişinin əlin belə fırlayanda vuramadı. Hamısı var da, sübutlar burada. Da yəni, baxmadım, nədir, belənçə eləyirəm. Belə eləyirəm bıçaqla. Dəydi, bu da dəydi. Bu da dəydi yerə. Keçdim o bursada. Burada görürəm ki, burada heç nə yoxdur. Yəni, elə bir özümə fikirləşirəm ki, hökmar nəsə o qadın yatan otaqda olar da, kişi yatan otaqda boğça-moğça olmayacaq. Yəni, görgənmişəm də, başlamışam bu yola. Oğruyam da, mən dəyişət oğruyam. Sonra keçdim o bursa otağa. Mən üçün maraqlı, yəni lampa, bir dənə də lampalara. Maraqlı deyir, nədir, qan tutub üzürməli. Mən nə eləmişəm də? Nəyə görə mən 2 nəfəri vurmuşam da, bilmirəm, ölüb, qalıb. O da elə girdim içəri, həmin su, çamadan su. Tutulduqdan 2 gün sonra Cəlilabad rayon polis şöbəsi istintaq bölməsinin müstəntiqinin iştirakı ilə onun ifadəsi yerində yoxlanılıb. Məmmədov Vəfa Cəfərovanın evinə necə daxil olduğunu, bıçaqlı çamadanları kəsərək 200 manatla qızıl zinət əşyaları götürdüyünü və sonra yenə pəncərədən çıxaraq oradan uzaqlaşdığını göstərib. Və ifadənizdə bildirirsiniz ki, hal-hazırda həmin əşyalar Bakı şəhərində yaşayan bacınızdadır. Elə olur. İkisini demişim. Hansıları? Bıçaqlıyla Göybaş. Yəni, onu elə bir saxlamağa vermiş. Vermiş ki, bacını saxlasın. Elə mi? Martın 3-də sərxoş vəziyyətdə olan İlqar Məmmədov oğurluq etmək üçün Göytəpə şəhərinə gəldiyini və Ruzi ərzaq mağazasının yaxınlığında paltarlarını dəyişdiyini bildirib. Qəbristanlıqdan sonra bir neçə küçə keçərək qətl hadisəsi baş verdiyi evə necə gəlib çıxdığını özü könüllü qaydada göstərib. Evin qabağına it bağlandığı üçün evin yan hissəsindən eyvana qalxıb və birinci otağa daxil olaraq hara gəlib çıxdığını aid etmək istəyib. Bu an tanımadığı yaşlı kişi əlində bıçaqla üstünə hücum çəkib, lakin o, cəld kəsici aləti ondan alaraq sonuncuya zərbələr indirib. Daha sonra Məmmədov səsküyə gələn qadına da xəsarətlər yetirib. 2 saatdan bu küçələri gəlmişəm. Mən sizə yenə də təsdiq deyirəm. Hansı küçələri? Baba, bu küçə hansı küçədir? Gecə vaxtıdır, piyano adam. İndi mən düşüm 2 saat, sizdə mənim qaldı, düşə gəldim. Bəli. Mən bilmirəm, o evə gedir. Mən dəqiq evin ünvanını bilsəydim, heç adamları mən tanımırdım. Bunu neçə dəfə təsdiq deyirəm, göstərmişəm. Gündüz olsaydı deyərdim, yapılar. Həmin kişinin evi bura. Adresini bilsəydim, ünvanını bilsəydim. Yox. Şəxsən onlara girmək istəsəydim. Sən necə göstərə bilərsən ki, necə gəzmirsən, indi haradasan? Burada fırlamışam gəldim. 2 saat burada gəldim, 2 saat. Bu küçə ilə getmirsən də? Bu küçə ilə getmişəm. Göstər. Oradan çıktın sen. Çıxın. Ne var idi orada? Var idi, indi yox. Nə var idi, nə? Bunlar var idi, bu var idi. Bax, bu Kaldırdım belə ki, başımdan belə ki, düşdüm. Bunlardan sonra kim? İlqar, özünü ələ al. Sən göstərməz. Almalı vəziyyət. Necə almalı vəziyyət? Nəyə görə sən də bunu sən eləmirsən də, əgər eləmirsən sən. Mən piyanlıqda, mən gedib... İndi piyanlıqda olan işi indi ayıqlıqda dinəndə bitər dözməlisən. Uşaq döyürsən. Görəm, mən kimisə yeri böldüm, ya oğurluq eyl. Bəs özün deyirsən, axı öldürmüşəm. Öldürmüşəm. Amma nə üçün, nəyə görə? Onu mən səndən soruşuram ki, sən nəyə görə öldürmüşsən onu? İbrahimə görə. Keç, aç bura. Bura girmişsən birinci. Bəli. Hara girmişsən? Bura ya bura? Bura. Açın qapını zəhmət olmasa. Ha, deyə. Keç, girən kimi nə gördün? Harada gördün? Gir içəri. Girək ki, oturdu. Harada? Keç içəridən də video, bıraxın qoy. Sən keç göstər gör. Hə. Nə eləmişsən birinci? Girdim bura. Hə. Dedi ki, oturdu, başını tutdu. Hə. Deyirsən, bıçaqla kişi gəldi üstümə, sonra nə oldu? Biraz qapı şampası oldu. Qapı şampası mı oldu? Əlbayaq oldu sonra. Sonra? Hə. Sən vurdun bıçaqla. O sana yetirdi bir şey. Tabii 2 tane vurdum oldu. Hansı sağ əlindən? Sağ əlindən. Çək onu, çək, göstərildiyi yeri. Çək. Sağ əlindən deyir ki, kişinin əlindəki bıçaq çəkirsən. Əvvəldə şey eləyəndə. Ondan qapışanda, elə qapışanda. Əlbayaq olanda deməli. Yıxıldı yerə. Yıxıldı yerə. Sonra? Sonra elə o həmin momentdə arvad, bir də görüm bir arvad tapışdı verdim.
O arvaddır. Və sonra bir damcı elə bir şey. Neylədi bir damcı? Ağlamaya keçib onu. Keçib bunu. Qarşı tutarı burada heç Özünü boşaltıyor. Gündə həmin söz səndən soruşanlardır da burada Keçib müstəntiqdir. Bu işdən Yəni işə görə deməm, adam, yəni o mən piyan olmasaydım axı mən nə işim Aydın var? deyil, Mən biz kimi başa arasından vurdun. Nəyə görə öldürməni? Bilirəm anasından vurmuş. neçə zərbə vurdun? Yəni o nə gəldi vururdum da, bilirəm. Nə gəldi vururdu? Bir dənə orada görüm bir şey götürməyəcəm mən. Arvada harda vurdun? Arvad da belə vur deyir, durutdu ki. Yox, harda vurdun arvadı konkret? Hə? Arvadı harda vurdun? İndi o kişi vurulandan sonra arvad da gəldi, burada vurdu. Yaşayış sahəsinə oğru girdiyini güman edilməsi üçün İlqar Məmmədov evin ikinci otağına keçərək oradakı əşyaları yerə töküb dağıtdığını, çamadanları bıçaqla doğradığını, lakin evdən hər hansı əşya götürmədiyini qeyd edib. Həyətdən keçib Bakı Ələt yoluna çatan şəxs gizlətdiyi paltarlarını dəyişib və hadisə vaxtı eynində olmuş geyimi torbaya qoyaraq Bakıya aparıb. Tərtib olunmuş protokola əsasən ifadəsi yerində yoxlanılarkən İlqar Məmmədova təzyiq göstərilməyib. Burada hardasa çamadan var. O çamadan. Keç içəri, keç. 2-3 dənə şey. Yəni bir dənə çöpə əlimə vurmamışam. Əlimə vurmamışam. Dağıtmaq da belə bir Ancaq dağıtmaq olub məsələn. Quran hamd olsun əməl tazır. Yəni Hə. şeymişəm, qələt eləmişəm. Mən ancaq mən eləmək istəmirdim axı. Bir o çamadanı üstün cızdım, üstü çıxdım. Nə ilə cızdın? Həmin öz Hansı bıçaqla? Öz şəxsi ya o həmin Yox, həmin bıçağı atdım, heç bilmirəm o. Vurandan sonra atmısan onu? O bıçağı elə bura attım, bəli. Hə, yaxşı. O bıçağı mən götürdüm. Buradan sonra nə etdin? Buradan Sonra sonra çıxdım, getdim. buradan sonra çıxıb getmisən. İfadə və əlavən, Heç bir əlavə. dəyişikliyin. Heç bir əlavə. Səni bu yola bax şəxsən mən müstəntiqi, sən Bəli, bura özün bəli. gətirmisən. Bəli. Mən Sən işi kimsə almışam. məcbur eləməyib bu işə. Heç kim, yəni birinci, Mən video Qurana video deyirəm, yazı gedir. Mən sənə açıq şeyin deyirəm. haqqı. Birinci mənim birincidir. Böyük qələtim bu olub. Yəni bilərəkdən eləməmişəm, tanımamışam. Yəni yenə də bax deyirsiniz Aydın məsələdir. Müstəntiqin Mən bu verdiyi suala kitabazanı cavab ver. görürəm, mən utanıram Qurana. Müstəntiqin verdiyi suala cavab ver. Qulaq. Bura Sən Ayşə, işin olursan mənim dostum. İlqar, Məmmədov. Bura mən səni Qorxusaz gətir. söz. Bir dəqiqə qulaq as, bir dəqiqə qulaq as sən mənə. Qutar bunlar ucu keçib hər şey. Bax, Nə üçün? sənə video qarşısında dindirmə gedir. Qulaq as, dindirmə gedir. Qulağa sonra fikir. Səni bura bax milis işçisi, prokurorluq işçisi. zorla gətirməyib. Kimsə gətirib bura. Hamısı ondan sonra neçədən oğurluq eləmişəm. 4-ündə deyirəm bu oyun Allah. Qulaq as. Hamısı Yəni baxılıb sənə ayırılmış. zorla deyilməyib ki, get bunu de, onu Kim de. nə deyə Bu bilər? yolları sənə biz göstərməmişik. Mən özüm sizin Bu evə səni biz göndərməmişik. bağışlayın ki, belə yolu sizi mən narahat elədim. Oldu, xahiş Siz edirəm. məni bağışlayın. Aprelin 29-da İlqar Məmmədovun ailə üzvlərinin Bakı şəhərində yaşadığı Bakıxanov qəsəbəsi Əlixanov küçəsi 32 ünvanda keçirilmiş axtarış zamanı bir ədəd qara rəngli gödəkçə və digər əşyalar götürülüb. Beləliklə aparılmış istintaqla müəyyən edilib ki, sözü gedən cinayətlərdən savayı İlqar Məmmədov 2008-ci ilin aprel ayında Yardımlı şəhəri Heydər Əliyev prospekti 117 sayılı evdə özü yaşadığı otağın divarını balta ilə təxminən 1,5 metr ölçüdə sökərək qonşu otaqda yaşayan qohumu Suru Məmmədovanın çamadanının içərisindən 100 manat pulu oğurlayıb. Bundan əlavə, o, qohumu Fuad Yunusovun yaşadığı Masallı rayonu Şərəfə kəndindəki evinə pəncərədən daxil olaraq geyim əşyalarını və 30 manat pulu qarət edib. Deməli yalan danışmırsan. Yalan danışmıram. Düz dediyin də, niyə eləmirsən? Biz dediyimsən. Hə. Bunu da göstərmişəm. Nə göstərmirsən? Yolları hamı deməlisən. Yəni mən o məqsədim olub ki, yəni oğru olmamışam. Hə. Demişəm ki, yəni bunu nə üçün eləmişəm? Nəyi etmirsən? Nəyi başa salın? Mənim oğurluqları, yəni neçə dəfə oğurluqları. Oğurluq eləmişsən. Nə qədər eləmişəm. Sonra Bir kəlmə sözə görə də, yəni Hə. oğru da olmamışam. kimin sözünə görə? Qaynanamın bir kəlmə sözünə ki, yəni oğrudur, sən oğursan. Hə. Sübuta görə də, yəni başqa yerlərdə də onu eləmək vardı. Bu sözə görə acıqlanıb nə eləmirsən? Oğurluqdan başqa nə eləmirsən? Elə ancaq deyib oğurluğa görə eləmişəm onu. Nəyi eləmirsən? Nəyi elədiyin şeylər? Oğurluq eləmişəm, o qətil də eləmiş, oğurluq. Qətil nədir? Kimləri öldürmüsən? Nə İki eləmişsən? nəfər də adam bilmirəm, yəni tanımıram. Kim idilər? Kişi idilər? Qadın idilər? Bir kişi, bir qadın da. Eləmişsən. Yəni həmin gündə başdan gələn gündə Hə. sırf gəlməmişəm ki, həmin adamı öldürmək üçün gəlməmişəm. Yəni Pirişevdə nəsə oğurluq üçün gəlmişdim ki, Hə. gəlim hardasa bir oğurluq eləyim ki, səhər də bilsinlər ki, mənəm. Məhkəmə prosesində İlqar Məmmədov qəsdən adam öldürməkdə özünü təqsirli bilməyib, yalnız oğurluq maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli hesab edib.
O, orta məktəbi bitirəndən sonra Dağıstan Universitetinə daxil olduğunu bildirib, lakin maddi çətinliyi olduğu üçün təhsilini davam etdirməyib. 2001-ci ildə Göytəpə şəhərindən olan Arzu Cəfərova ilə ailə həyatı qurub, nikahlarından 2 az yaşlı uşaqları olub. Ailəsi ilə kirayədə, Yardımlıda, Göytəpədə və Bakıda yaşayıb. Sadalanan oğurluq hadisələrini etiraf edən müttəhim bildirib ki, Göytəpə şəhər polis bölməsində otaqda rəis müavini və əməliyyatçı ona təzyiq edib, şəhərdə yaşlı bir kişi ilə arvadı öldürdüyünü boynuna almasını təklif ediblər. Onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiy zərbələri endiriblər. Məcburiyyət qarşısında qalaraq sözü gedən ağır cinayəti öz boynuna götürüb və müstəntiq tərəfindən dindirilərkən Həmdullah Ağayev və onun arvadı Xədicəni qətlə yetirdiyini etiraf edib. İlqar Məmmədovun sözlərinə görə əslində isə o bu cinayət hadisəsini törətməyib və ümumiyyətlə martın 3-də Göytəpə şəhərində olmayıb. Aprelin 15-də həmin şəhərdə olarkən sifətindən tanıdığı bir nəfərlə söhbət edərkən eşidib ki, Göytəpədə belə hadisə olub. Polis əməkdaşlarının ona qarşı zorakılıq hərəkətləri edəcəklərindən qorxaraq prokurorluğun müstəntiqinə verdiyi ifadələrdə də qətli törətdiyini göstərib. Bütün bunları o, hüquqlarını müdafiə edən vəkilinə də bildirməyib. Düşünüb ki, məhkəmədə hər şeyi açıb danışacaq. Məhkəmədə ifadə verən İlqar Məmmədov göstərib ki, hadisə yerini onun özü yox, qabaqda gedən polis əməkdaşlarının ona işarə verməklərindən başa düşüb həmin evi tapıb. Evə daxil olandan sonra qan izlərini görərək həmin şəxslərin orada öldürdüklərini anlayıb və onların orada qətlə yetirdiyini bildirib. Yalan ifadə verməsi barədə iştirak edən şəxslərə heç nə deməyib. Müttəhimin sözlərinə görə, Göytəpədə uzun müddət yaşadığına görə şəhəri yaxşı tanıyıb, lakin mərhumların nəinki evində, hətta yaşadıqları küçədə olmayıb və onlarla qonşuluqda qohumu və ya tanışı yaşamır. Zərərçəkən Elnarə Xudaşova bildirib ki, martın 4-də evdə olarkən dayısı Azad Əliyev onlara gələrək anası Xədicənin evlərində olub-olmamasını soruşub. Bir qədər sonra dayısı qaynatasının mobil telefonuna zəng edərək təcili Həmdullah Ağayevin yaşadığı evə gəlmələrini xahiş edib. Elnarə, əri Raqif və qaynatası deyilən ünvana yollanıblar. Oraya çatarkən küçədə insanların toplaşmasını, evdə isə ata-anasının meyitlərini görüblər. Mərhumlar qonşularla mehriban dolanıblar, onların evində qiymətli əşya olmayıb. Aprel ayının axırlarında prokurorluqdan onlara məlumat verilib ki, bu hadisəni tüfeyli həyat keçirən İlqar Məmmədov törədib. Elnarə Xudaşova və həmçinin mərhum Xədicənin qardaşı Azad Əliyev məhkəmədən müttəhimə ən ciddi cəza, yəni ömürlük azadlıqdan məhrum edilməsini xahiş ediblər. Setkadan keçiblər, itdə deməli bağlıdır pləkanda o üzləri, deməli evin qabaq hissəsində. Amma bu girləndi, bəri hissədədir. Yəni elə bir it burada bağlanır, sən buradan girişdir. Giriş yoxdur, yəni palatadır, palatanı kəsirlər. Oradan meşox var, meşoxun üstünə əlini qoyub, baxıb, görüb eyvanda qan var. Yoldaşı. Bəli, yoldaşı. Onu mən gəldim ki, qardaşım ki, gördüm, orada qışqırırlar, Xədicəni öldürürlər. Sizin xəbəriniz vardı ki, bir dənə polisçisi və 2 dənə o çölə sexində işləyən adamla gəliblər, ora baxıblar, hətta raporda yazdılar. Bu şeydən də xəbəriniz var. Xeyr, indi işləyirəm. Bunun indi işləyirsiniz. Bəli. Ona görə də siz heç narahatçılıq keçirməyin ki, yəni bu suallar sizə verilir. Heç narahatçılıq yox. Görürsünüz, burada açılmamış məqamlar çoxdur, istəyirlər onlarda bunu açmayın. Bir dənə, bizdən əvvəl ora nə bir dənə adam, heç kim ora gəlməyib, nə polisçisi, nə heç kim. Yaxşı, yox, raport var, işlər raport var. Siz... Ola bilməz ki, eləncə raport olsun. İş üzrə ifadə verən mərhumların qonşuları göstəriblər ki, martın 4-ünə keçən gecə Həmdullah Ağayevin evi tərəfindən səs-küy eşitməyiblər. Həmin gecə hava küləkli olub və buna görə də səhərə kimi heç yerdə elektrik işığı olmayıb. İlqar Məmmədovu ilk dəfə aprel ayının axırlarında ifadəsi hadisə yerində yoxlanılarkən görüblər. Polis işçiləri kənar adamları çox yaxın buraxmadıqlarına görə onları bir qədər kənardan müşahidə ediblər. O zaman tutulan şəxs özünü sakit aparıb və ona qarşı hər hansı təzyiq olunduğunu görməyiblər. Çəkilişə gətirəndə küçəyə arvadlar hamısı deyir. Əvvəl dedilər bilmir. Ancaq bunu gətirən kimi hamı dedi ki, bunu biz tanıyırıq. Bu küçədə durur. Elə bilirmişlər ki, bu orada kiminsə qızını istəyir. Ancaq həmişə Həmdullahın qapısının ağzında durmuş, onu izləyirmiş. Bizim hamımızın sizdən xahişimiz budur ki, buna ömürlük, ya bunu assınlar göydən, bizim ürəyimiz sakit olsun ki, o qadına bunu nezlə işgəncə edir. Allah buna lənət eləsin. Bunun anası da erməniymiş, bu özü də erməniymiş. Heç erməni odur eləməzlər.
Bunu torpaq da qəbul eləməz. Bu o qadını bizim həyətdə yudular. Onun əllərinin, sinəsinin, başının əzikləri hamısı. Bunu ot vurub otlayarlar. Həyatı qurulur. Nətər işləmişəm? Mən o adamı tanımıramsa, nətər işləmişəm? Həm Hansı bunlar- dövrdə işləmişəm? Həm Mən bunların bu tür neydə? isimlə daşıyan işləmişəm, görəsən. Dedikləri hamısı yalan. Nə vaxt, haçan, mən harda olmam, alver eləmişəm, həyatımda haçan olmuşam, subutarında qızının gətirin qoyun olsun. Masallı bazarında olmayan meyvəsiz sən kömək edəcəksən. Kömək. Mən masalda Bir yaşayıram. dəqiqə. Ha, sual verdim, o cevap versin de. Sənin işdə sənin gözün çıxsın. Allah sənə lənət eləsin. Səni torpaq da götürməyəcək. bacı. Alçaq sən onu öldürəndə pulun götürürdün. Arvadı niyə öldürürsün? İşin gücün olsaydı gelir cemaatine. Alçaq! Anamın başının üstü sənə necə təsir eləyər? Oğurluq eləmişəm. Eylemciyiz. Ulan işin gücün olsaydı gelip uğurlu. Qaynatası Məcəmin qaynatası ilə bizim münasibətimiz var idi, tanışdı. Qaynatası deyir ki, onu ömürlük versinlər, dalında da mən durmuşam. Qaynatası da onu deyir buna. Alçaq, vicdansız. O xərcəni öldürəndə sən anamın başını get kəsdə, pis sənin üzvə. İbrahim Cəfərov 2002-ci ildə qızı Arzunun İlqar Məmmədovla ailə həyatı qurduğunu bildirib. Əvvəllər hər şey yaxşı olub, lakin sonralar sonuncu içməyə başladığından aralarında narazılıq yaranıb. Şahidin sözlərinə görə aprel ayında Göytəpə polis bölməsində olarkən o, İlqarın 2 nəfəri öldürməsini və bacısının evində kirayə qalan qadının qızıl zinniyyət əşyalarını oğurladığını bilib. Təqsirləndirilən şəxsin anası Mələk Yunusova göstərib ki, İlqar tutulandan sonra ona məlum olub ki, oğlu Suru Məmmədovanın evindən savayı, bacısı Təranənin də evində yaşayan Vəfa Cəfərovanın qızıl və pullarını oğurlayıb. Həmçinin Masallı rayonunda yaşayan qardaşı Fuadın da evini qarət edib. Qadın Həmdullah və Xədicənin öldürülməsində oğlunun günahı olmadığını, polis əməkdaşlarının İlqarı döyərək cinayəti onun boynuna qoyduğunu qeyd edib. Aferin 16 il deyəsən, valla dəqiq yadımda dördü, elədir, o cinayət içində var. Akşam yatmışdıq, belə heç saat 3 ildə gəlirəm işdən. Gördüm, qapını açdılar, neçə dənə milis girdi içəri. Belə qız da yatır, mən də bağış gün üzr istəyirəm. Gördülər, kravatdan bunun götürdülər, apardılar. Belə götürdülər, mən də durdum, nə olur? Deyirlər ki, oğurluq eləyib. Oğlum oğurluq eləyib. Ona görə gəlmişik. Bizim qalan otaqda heç kim bilmir, düz gəlib otağı açıb girdilər də, açarsızsa. İndi bilmirəm, valla onların hüququ var, yoxdur elə gəlməyə, mən onu yalanlaya bilmərəm, ancaq belə oldu. Əşin, nə olur? Deyirlər, oğlum adam öldürüb. Özdə 2 nəfər. Mən də dedim, Allah haqqı elə şey ola bilməz, siz nə danışırsınız? Dedi, yox. Sonra çağırdılar bununla məni üzləşdirməyə, mən orada, nə bilim, ürəyim getdim, nə oldu? Mən də dedim, İlqar, nə olar, düzün deyir, əgər sən o işi eləyibsənsə, mən sənə güllələmə verdirəcəm. 2 qocanı niyə öldürübsən? Bu hissləri güya, qaynatasıcılığa bunu yoldaşı verir, hisslərsən, qaynatasını öldürürdülər. Onlardan nə işi var? Özdə onu tanımadığımız bir adam daha, yaxınımız, qonşumuzdur, heç belə uzaq. Kənar, mən bilmirdim kənarda, bu yaxında gedir, görmüşəm kənarda, tanımırdım. Nəysə, gəldim, belə qaldı, sonra gəldilər, getdilər, bizi apardılar, gətirdilər, danışdırdılar. Məni danışmağa, İqbal müəllim məni danışmağa qoymadı, təhqir elədi, çox təhqir elədi, həddindən artıq təhqir elədi. Danışmadım, dedim, neylə, məhkəmədə danışaram, heç yerə də şikayətə getmədim. Yapışdım Allahdan ki, bu işi bu eləmir, bu eləyibsə bunu güllələmə versinlər. Həqiqi bu eləmir, baxı, yanımda olub, buranı gətirin andıcı, mənim oğlumdur deyə mən demirəm. İş üzrə təyin edilən stasionar məhkəmə psixiatrik ekspertizasının rəyində bildirilib ki, İlqar Məmmədov hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkmir. Yoxlanılan şəxs cinayət törədən vaxt öz əməllərini dərk və onları idarə etməyə iqtidarında olub. Müttəhimin sözü gedən cinayət əməllərində təqsirini təqzib edə biləcəyi hal məhkəmə tərəfindən müəyyən edilməyib. Təqsirləndirilən İlqar Məmmədovun yaşlı insanları qətlə yetirməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilib. 2009-cu ilin sentyabr ayında xüsusi amansızlıqla 2 nəfəri qəsdən adam öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini İlqar Məmmədov məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.